Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli, növbəti sınavımızın izahını paylaşacağım. 13-cü sınavımızdır bu. Bu sınavlar seriyamızda. Bundan əvvəlki 12 sınağı da Telegram kanalımızdan, WhatsApp qruplarımızdan da əldə edə bilərsiniz. Deməli, uşaqlar, birinci sual. Bərabərsizliyi həll eləmək lazımdır. İkini keçirərəm sol tərəfə. Onda diqqətlə baxın. 3 çıx x bölünsün 2 plus x çıx 2 böyükdür 0. Mən 2-ni sürətə qaldırmaq üçün məxrəci buna vurmalıyam da. Onda belə olacaq. 3 çıx x bölünsün 2 üstəgəl x. 2-ni buna vuranda olacaq mənfi 2 daxil olacaq. Mənfi 4 çıx 2x böyükdür 0. Sadələşdirsə yuxarıda olacaq. Fikir verin uşaqlar. 3-dən 4 çıxanda mənfi 1 qalır. Mənfi x, mənfi 2x, mənfi 3x qalır. Bölünsün x plus 2 böyükdür 0. Mənfi 1'ə vuranda da olacaq 3x üstəgəl 1 bölünsün x plus 2 kiçikdir 0 işarəsi dəyişdi. İndi uşaqlar, məxrəci sıfıra çevirəm mənfi 2'dir, sürəti sıfıra çevirəm mənfi 3'də 1. Aydındır ki, tənliyin həlli bu köklərin arasıdır. Mənfi 2 ilə mənfi 3'də 1 arasında, yəni C bəndi. Növbəti sual. Deməli, birinci fəhlə bir işi ikinci fəhləyə nisbətən 4 saat tez yerinə yetirir. Deməli, birinci fəhlə bir işi ikinci fəhləyə nisbətən 4 saat tez yerinə yetirir. Birinci fəhlə, bir də ikinci fəhlə. Şöyle birinci fəhlə 4 saat tez yerinə yetirirsə, deməli daha az zaman sərf edir də. O zaman birinci fəhlə x saatı yerinə yetirirsə, ikinci fəhlə x plus 4 saatı yerinə yetirir. İndi əvvəl birlikdə 2 saat işləyiblərsə, onda olur x-da 2, baxın buradan yazıram, x-da 2, üstəgəl x plus 4-də 2. Sonra da birinci fəhlə tək işləyərək, yəni x-da 1 saat işləyərək işi bitirib oldu 1. Orta məxrəcə gətirsək 3 bölü x üstəgəl 2 bölü x plus 4 bərabərdir 1'ə. Məxrəc olacaq x kvadrat plus 4x çarpaz vuraram 3x plus 12 üstəgəl 2x bərabərdir 1'ə. Yuxarıda olacaq 5x üstəgəl 12. Aşağıda x kvadrat plus 4x bərabərdir 1. Çarpaz vuranda da x kvadrat üstəgəl 4x bərabərdir 5x üstəgəl 12. Sola keçirərik. X kvadrat çıx x çıx 12 bərabərdir 0. Uşaqlar, hasil mənfi 12 cəmi 1, 4 və mənfi 3'dür. Viet teoreminə görə. Təbii ki, zaman mənfi olmadığına görə biz 4 götürəcəyik. X 4'dür. Onda birinci fəhlə 4 saata, ikinci fəhlə də 8 saata yerinə yetirər. Bizə də deyir ki, ikinci fəhlə nə qədər olacaq? 8 saat yibəndi. Belə bir tənlikdə həll edilir. 5'dən 5, 5 faktorialdır. Çıxılsın x bərabərdir. 7'dən 2 də belədir. 7 faktorial böl 5 faktorial. Yəni 5 faktorial olur 120 çıx x bərabərdir. 7 faktorialda 6 vur 7'dir 42'dir. X də bərabərdir. 120'dən 42 çıxanda 78 qalacaq. D bəndi. Növbəti sualımız. Tərəf-tərəfə toplasam olacaq a kub üstəgəl 3ab kvadrat üstəgəl 3a kvadrat b üstəgəl b kub bərabərdir 64. Uşaqlar, baxın bu kublar cəmidə a kub plus b kub, daha doğrusu a plus b'nin kubu bərabərdir 64. Onda a plus b 4'dür. Yuxarıdan aşağını çıxsam isə a çıx b'nin kənardan kubu alınacaq. 36'dan da 28 çıxanda 8 edir. O zaman da a çıx b olacaq 2. Deməli cəmi 4'dür, fərqi 2. Deməli 3 və 1'dir də. a 3'dür, b 1. B1. Onda 3'ün kvadratı 9 çıx 1'in kvadratı 1. 9'dan da 1 çıxanda 8. Yəni C bəndi. Deməli a mənfi 1'dən kiçik olduqda ifadələrdən ən kiçik hansıdır? Uşaqlar, ən gözəli yerinə də yazmalı. Mənfi 1'dən kiçik, mənfi 2'ni götürərəm. Mənfi 2'nin qarşısında mənfi atanda olur müsbət 2. Mənfi 2'nin kvadratı 4, qarşısında mənfi olur mənfi 4. Mənfi 2'nin kubu mənfi 8, qarşısında da mənfi var deyə olur müsbət 8. Mənfi 2'nin üstü 4, müsbət 16, qarşısında mənfi var deyə mənfi 16. Mənfi 2'nin üstü 5, mənfi 32 edir. Bir dənə də mənfi var deyə olur müsbət 32. Ədədlərin ən kiçiyi hansıdır? Mənfi 16. Deməli, qiymət olaraq da a üstü mənfi 4'dür, b bəndi. Deməli, ifadəsinin qiymətini tapmaq lazımdır.
Deməli şu olur. Kosinus 20, kosinus 100. Mən belə eləyərəm. Kosinus 20-dən işim yoxdur. Bu kosinus 100-ü belə yazaram. Üstəgəl. Kosinus 100-ü. Bir dəqiqə uşaqlar. Biz cəmin hasilət çevirmə düsturunu tətbiq eləsək. Bəli, cəmin hasilət çevirmə düsturunu tətbiq eləsək. Olacaq 2 vurulsun kosinus. Bunu toplayaram 120, bölərəm 2-yə 60 dərəcə. Vurulsun kosinus, 20-dən 100 çıxaram, 80, bölərəm 2-yə 40. Mənfi 40 edir, kosinus cüt olduğu üçün belə saxlayaram. Üstə gəl, kosinus 140. Uşaqlar, kosinus 60-da 2-də 1-dir. 2-də 1 ilə 2 gedər, qalar kosinus 40. Üstə gəl, kosinus 140. İndi diqqətlə baxın, kosinus 40 üstə gəl. Kosinus 140-ı yazaram, kosinus 180 çıx 40 kimi. Və 180 pi çevirmə düsturudur. Pi-də, yəni 180-də ad dəyişmir, qalır kosinus 40. Amma ikinci rübə düşürdüyə olur mənfi. Bu da müsbətdir də. Kosinus 40-dan kosinus 40 çıxanda da qalır 0. Yəni B bəndi. A bölünsün 1 bölü kök A bərabərdir 3 olarsa bunu tap. Tək-tək bölsəm A-nı kök A-ya bölərəm. 1 böl kök A bərabərdir 3. A-nı kök A-ya böləndə uşaqlar. Bunu kök A-nı kvadrat yazsam qalacaq kök altında A. Üstə gəl 1 böl kök A bərabərdir 3-ə. Və bunu kvadrata yüksəlsəm tərəfləri, hər iki tərəfi. Sol tərəfdə olacaq A, üstə gəl hasili, kök A-lar gedər 2 misli. Üstə gəl 1 böl kök A-nın kvadratı 1 böl A edir. Bərabərdir 9-a. Onda A plus 1 böl A bərabərdir 7-yə. Bizdən də bunu soruşurdu, cavab oldu B bəndi. 2 zər atılır, P ehtimaldır, bərabərdir. Uşaqlar 2 zər atılanda mümkün hallar 36-dır. Hər iki zərdə üst üzə düşən xalların mürəkkəb olması hadisəsinin ehtimalı. Uşaqlar, mürəkkəb ədədlər deməli zərlərdə. Birinci zərdə mürəkkəb ədəd 4-dür və 6-dır. İkinci zərdə də 4-dür və 6-dır. İndi hər ikisinin də mürəkkəb düşməsi üçün ya 4-4 olmalıdır, ya 4-6 olmalıdır, ya 6-4 olmalıdır, ya da 6-6 olmalıdır. 4 dənə mümkün hal var. 36-da 4. İxtisar eləsən 9-da 1. Yəni Y bəndi. 9-cu sual. Funksiyanın qiymətləri çoxluğu. Uşaqlar, qoşu bərabərsizliyi ilə tapacağıq. YF bərabərdir. Deməli, qoşu bərabərsizliyi nədir? 3x plus 27 böl x böyük bərabərdir. 2 vurulsun kök altında 3x vur 27 böl x. X-lar gedər 3 27-yə 81 eləyir. 81-dən 9 çıxır, 2-yə də vurdum, oldu 18. Deməli 18-dən müsbət sonsuzluğadır. Bir də uşaqlar, burada x mənfi müsbət ola bilər də. Bu müsbət halı üçündür. Müsbət halı üçün olur 18-dən müsbət sonsuzluğa, mənfi halı üçün də olur. Mənfi sonsuzluqdan 18-ə qədər. Funksiyanın qiymətlər çoxluğunu tapın deyir. Mənfi sonsuzluq. Bu ikisidir də uşaqlar. Bir dəqiqə. Hə, uşaqlar, fikir verin, variantlarda cavab yoxdur. Səhvdir də uşaqlar olmalıdır. 18-dən müsbət sonsuzluğa, mənfi sonsuzluqdan da mənfi 18 edir. Yəqin ki, bu 9-u 18 eləmək lazımdır. Yəni, doğru cavab uşaqlar budur. 18-dən müsbət sonsuzluğa, bir də mənfi sonsuzluqdan mənfi 18-ə qədər. Bəli. 10. Həndə silsilədə B2 14-dür, B5 112-dir. İlk 5 həddin hasilini tapın. İlk 5 hədd budur da uşaqlar. B1 vur, B2 vur, B3 vur, B4 vur, B5. İndi B2, B5 bərabərdir. Gəlin onu da belə eləyək uşaqlar. Rahat olsun bizə. B5-in açılışı belədir. B1 vur, Q üstü 4. B2-nin açılışı belədir. B1 vur, Q. B1 vur, Q elə. Bu 112-dir. Bu da 14. Tərəf-tərəfə bölərəm. B1-lər gedər. Q üstü 4-ü Q-yə böləndə qalır Q-nun kubu. 112-nin 14-ə böləndə 8 düşür. Deməli, Q neçədir? 2-dir. Deməli, B2-dən əvvəlki 2 dəfə az olmalıdır. 7 olmalıdır.
Sonra 2'yə vurdum 14 olmalıdır. 2'yə vurdum 28, 2'yə vurdum 56, bir də 2'yə vurdum 112. İlk 5 ədəd budur. Bunun cəmində tapanda 21, 28 eləyir 49. Üstə gəl. Bu ikisinin də cəmi 168. Bunları da toplasaq 217-dir bəndi. Sonra 11 ifadənin qiymətini tap. Uşaqlar adi onluq kəsirlərdir. Hesablamalıyıq da. Başqa bir variantımız yoxdur. Hesablama lazımdır. 10 tam 60'da 47 ilə işimiz yoxdur. Çıxılsın. Bunu belə yazalım. 5'də 41. Çıx. Bunda 3'də 17. Vur 8'də 5. Olacaq 10 tam 60'da 47 çıxılsın. Bunu orta mərcə yetirərəm. Məxrəc olar 15. Çarpaz vuraram. 3'ü 41'ə vuranda. Olacaq 123. Çıxılsın 5'i 17'yə vuraram. 85. Vur 5 böl 8. Olacaq 10 tam 60'da 7. Çıxılsın 15'də. 123'dən 85 çıxanda neçə qalır uşaqlar? 123'dən 80 çıxanda 43 qalır. 43'dən də 5 çıxanda 37 qalır. Vurulsun 5'də 8. İnşallah bununla bu gedər 3 qalar. Burada 47'dir uşaqlar. 7 yox 47'dir. Bir dənə görə hesab səhv eləmədik. 3'ü 41'ə vuranda 123 eləyir. 5'i də 17'yə vuranda 85 doğrudur. 123'dən də 85 çıxanda 43'dən 5 çıxmaq deməkdir. 43'dən 5 çıxanda 48 qalır uşaqlar. 38 daha doğrusu. 38 qalır. Bəli. İndi uşaqlar, bununla da bu ixtisar gedəcək. Aşağıda olacaq. Bir də uşaqlar, bunu da deməli 2'yə ixtisar eləsəm 4 qalar. Bunu da ixtisar eləsəm 19 qalar. Belə olacaq. 10 tam 60'da 47 çıx 12'də 57. Bunu da 5'ə vuraram. Bunu da 5'ə vuraram. Olacaq 60'da 10'u 60'a vuraram 600. Üstə də 47 647. Çıxılsın 60'da 5'i 57'yə vuraram. 250 plus 35 285 bərabər. 60'da 647'dən 285 çıxmaq lazımdır. Deməli uşaqlar qalır 447'dən də 85 çıxanda 362. Bu da bərabərdir uşaqlar. Bu da bərabərdir. 66 tam 60'da 2. 6 tam 30'da 1. O da yoxdur cavablarda. Bir dəqiqə uşaqlar, haradasa hesab səhv elədik. Hesablamaları gərək şifahi eləməyək. Yenidən yazaq. Uşaqlar, bu ikisinin birinci düzgün çıxmaq lazımdır. Məxrəci 5 götürsə, 8, 5'im 40, 40'ınsa 41. Çıxılsın 3'də, 3'ü 5'ə 15, orada da 2, 17. Məxrəc olacaq 15. Çarpaz vuranda 3'ü 41'ə 123, çıxılsın 5'i 17'yə 85. Demək uşaqlar 123 çıx 85. Bu qalacaq 10 tam 60'da 47 çıxılsın 15'də neçə olur uşaqlar? 15'də dedik kimi 38. Vur 8'də 5. Bundan bu gedər 3 qalır. 2'yə görə bu 4 qalar, bu da 19. Qalacaq 12'də 19. Hə, biz 5'i vurmuşduq, 19'a ixtisar eləməmişdik deyəsən. Sonra bunun sürət məxrəcini 5'ə vuraram. Olacaq 10 tam 47 böl 60 çıxılsın 60'da 5 19'a vuran neçə eləyir? 95. Hə, biz belə almamışdıq axı bayaq. Bu 10'dan 1 tam versəm 9 tam 60'da 107'dən çıx 60'da 95. Bu da eləyəcək 9 tam 60'da 107'dən 95 çıxanda 12 qalır. 9 tam 12'yə ixtisar edir 5'də 1. Yəni 9 tam 10'da 2. Yəni C bəndi.
Sonra kubun tam səthinin sahəsi 150. Tam səthin sahəsi 6a kvadratdır. 150-yə a kvadrat bərabərdir 25. A da bərabərdir 5. Bir üzünün sahəsi də a kvadratdır. 5-dirsə 5-in kvadratı 25 B bəndi. İfadəsinin qiymətini tap. 3 vurulsun. Deməli 64 vur 15-dir. 2 kök 15 qalır oradan. Çıxılsın 10 vurulsun. Bu da 10-da 6-dır. Kök altında 6 böl kök altında 10. İrrasionaldan azad eləmək istəyirəmsə bunu da 10-a vuraram, bunu da. Təbii ki kök 10-a vuraram. Aşağıda 10 qalar, bundan bu gedər. Yuxarıda da 60 qalar. Olacaq 6 kök 15 çıxılsın kök altında 60. Bu da 6 kök 15 çıxılsın 60-da 4 vur 15-dir. 2 kök 15 olur da. Bu da olacaq 4 dənə kök 15. Gördüyünüz kimi uşaqlar hesablama suallarına baxın, imtahana testi düşür. Deməli düz xətti ilə bu çevrənin toxunma nöqtəsinin koordinatı. Toxunma nöqtəsi deyirsə uşaqlar x, y bir-birlərinin x, y-nə bərabərdir də. Onda yazarım ki buradan nə yazaq? X bərabərdir. X bərabərdir 2 minus y. Gətirib burada yazaq yerinə. 2 minus y çıx 2 kvadrat üstə gəl. Y plus 4-ün kvadratı bərabərdir 8. Burada 2-lər gedər. Mənfi y-in kvadratı olur. Müsbət y kvadrat. Y kvadrat plus 8y plus 16. Çıx 8 bərabərdir 0. Olacaq 2 dənə y kvadrat. Üstə gəl 8 dənə y. Üstə gəl 8 bərabərdir 0. Hər tərəfi də 2-yə bölsək. Y kvadrat plus 4y plus 4 bərabərdir 0. Bu da uşaqlar. Y çıx 2-nin kənardan kvadratıdır. Y çıx 2 0-dır. Y də bərabərdir 2. Y 2-dirsə, gətir burada yerinə yazaram. 2-dən 2 çıxaram 0. Deməli 0, 2 nöqtəsində çevrəyə toxunacaq. Buradan uşaqlar 3 dənə ifadə, biri moduldur, biri kökdür, biri də cüt dərəcədən qüvvət. Cəmi 0-dırsa, ayrı-ayrıda 0-dır. 2x çıx 7 bərabərdirsə 0-a, 2x bərabərdir 7, x oldu 3 onda 5. Y plus 5 bərabərdir 0, y bərabərdir mənfi 5. 3z plus 6 bərabərdir 0, 3z bərabərdir mənfi 6, z də bərabərdir mənfi 2. Z mənfi 2-dir, bu mənfi 5-dir, bu da 3 onda 5-dir. Hasilini tapmaq lazımdır uşaqlar. Mənfi 2-ni 3 onda 5-ə vuranda mənfi 7 edir. Mənfi 7-ni mənfi 5-ə vuranda müsbət 35. Sonra 16. X kvadrat çıx 6x plus q tənliyinin köklərindən 3 vahid böyük olan ədədlərin hasili 34-dür. Deməli, x1 üstə gəl x2 bərabərdir 6-ya. x1 plus x2, x1 plus 3 vurulsun x2 plus 3, bu da bərabərdir 34-ə. İndi bunu vurub atsaq, olacaq x1, x2, üstə gəl 3 dənə x1, üstə gəl 3 dənə x2, üstə gəl 9 bərabərdir 34. Uşaqlar, x1, x2 sərbəsətli küdür. Buradan da 3-ü çıxarsam qarşı olacaq x1 plus x2, 9 da sağa keçirsəm, 34-dən çıxsam, qalacaq 25. İndi q üstə gəl, x1 plus x2 6-dır. 3-ü də 6-ya vurdum 18. Bərabərdir 25. Aydındır ki, q burada 7-dir. Bizdən də q-nü soruşurdu. Deməli, ifadənin qiymətini tapmaq lazımdır. Sinus 3 pi bölü 10, kosinus pi bölü 5. Kosinus 3 pi bölü 10, sinus. Bu sinusun alfa plus beta düsturudur. Yəni 3 pi bölü 10, üstə gəl pi bölü 5-in açılışıdır. Bu da olacaq sinus, dərəcəyə keçək uşaqlar. Pi 180-dir. 180-i 10-a böləndə 18, 3-ə vurdum 54, üstə gəl. 180-də 5-ə böləndə 36. Bu da olur sinus 90 dərəcə. Sinus 90 dərəcədə də 1-dir. 18. ABC və A1, B1, C1 oxşardır. BD və B1, D1 təm bölənlərdir. Olsun. Uşaqlar, tərəflərin nisbəti K plus 2-dir. Bu bərabərdir 12 böl K-ya. Bu doğrudur uşaqlar. Niyə görə? Bütün uyğun tərəflərin nisbəti bərabər olduğu üçün. Gəlin belli. Birinci bucaq quraq, rahat olsun başa düşmək. Bu A1,
Daha doğrusu A, B, C. Bu da A1, B1, bir də C1. Şərtdə deyir ki, AC bölünsün A1, C1, K plus 2'dir. Yəni K plus 2'dir. AC bölünsün A1, C1. K plus 2'dir. Ayrıca deyir ki, B1, D1, B1, D1 budur. Bu K'dır. AB'de 12'dir. Biz səhv yazmışdıq bayağı. B1, D1'dən AB eyni deyil. 12'dir. BD'de 8'dir. BD'de 8'dir. Bir dəqiqə. AB 12'dir, BD 8'dir. Tamam. 12'nin A1, B1'ə nisbəti, hətta 12'nin A1, B1'ə, 12'nin AC-yə nisbəti bərabərdir A1, B1'in A1, C1'ə nisbəti. Buradan AC-ni sağa keçirdərəm. A1, B1'də aşağı 12 olacaq A1, B1 bərabərdir AC böl A1, C1. İndi uşaqlar, AC bölünsün A1, C1. K plus 2 daha 12 böl A1, B1 bərabərdir K plus 2'yə. Və həmçinin bu tərəflərin nisbəti 8 böl K-ya bərabərdir. Uyğun tərəflərin nisbətinə. Bu da bərabərdir 8 böl K-ya. Buradan K kvadrat plus 2K çıx 8 bərabərdir 0. Hasil -8, cəm -2, -4 ilə 2'dir. Deməli K-da 2'dir. K 2'dir. Uşaqlar, baxın indi. Bunun tənböləni bundan 4 dəfə kiçikdirsə, bunun tərəf də bundan 4 dəfə kiçik olacaq. 12'ni də 4'ə bölərəm, 3. Burada oldu 3. 19. BY 3'dür. AB 4'dür. Ona görə də AY'nin özü 5'dir. Pifagor teoreminə görə. FD bərabərdir 2 dənə YS. Yəni bura 2x'dir. Sonra DF də deməli DF haradır? DF perpendikulyardır AY'yə. Hə, buranı deyir. ABC'də düz uzağın sahəsini tap. Uşaqlar, bura 4'dür, burada 4'dür. Burada 3 plus x'dir. Deməli uşaqlar, mən buradan Y ilə D-ni birləşdirsəm, AY'nin 5 olduğunu bilirəmsə, deməli nədən istifadə edəcəm? Baxın, bu ortadakı sahə var ha. 2x vur 5'dir də, düzdür? 2x vur 5'dir. Olacaq 10x böl 2. O da oldu 5x. Yəni ortadakı fiqurun sahəsi 5x'dir. Sən də bilirsən axı bu bütövün sahəsinin yarısıdır. Onda bütövün sahəsi də 10x'dir. Həmçinin bütövün sahəsinə 4 vurulsun 3 plus x'dir. Bu bərabərdir 10x o zaman. 12 plus 4x bərabərdir 10x. 6x bərabərdir 12. X də bərabərdir 2. X 2'dirsə bura oldu 2. Yan tərəf 5'dir. Uzunluq 5'dir. Eni də 4. Hasili də 4 vur 5 20. Sonra uşaqlar 20-ci sualda LANB, yəni AMB qövsü 2pi'dir. AC bərabərdir BC'yə. OC'də 7'dir. O uşaqlar burada nədir? Mərkəzdir. Bura 150 dərəcə qeyd olunub. Bu nədir görün? Verilmiş fiqurun sahəsi. Ümid edirəm ki, bu 150 dərəcənin misal aidiyyatı yoxdur. Uşaqlar, burada AMB qövsü uzunluğu 2pi'dir.
Bu da bərabərdir pi r alfa böl 180. Pi'lər gedər. R alfa bərabərdir 360. Uşaqlar, burada yəqin ki, o çevrənin mərkəzidir. Başqa bir variant görmürəm mən. Əgər o çevrənin mərkəzidirsə, 2pi çevrənin yarısıdır. Bunda çevrənin uzunluğu 4pi'dir. Əgər 4pi bərabərdir 2pi r, pi'lər gedər, r bərabərdir 2'yə. Onda bura 2'dir. Radius 2'dir. Bunda mən bu üçbucağın sahəsini tapa bilərəm də. 2 vur 7, 14. Daha doğrusu 7 vur 4, 28 bölü 2, 14. Bu üçbucağın sahəsi 14'dür. Üstəgəl bir də bunun sahəsi. Bu da pi r kvadrat bölü 2'dir də. Pi r kvadrat nə qədərdir? Radius 2'dir. Hə, bunu verilmiş uşaqlar. Baxın, radiusdur. Deməli, hə, bu çevrənin mərkəzidir. Radius 2'dir. Kvadratı da 4pi'dir. Böldüm 2'yə oldu 2pi. 14 plus 2pi fiqurun sahəsidir artıq. 21. BND çıx YMC 40'dır. Bax, bu qövsdən bu qövsü çıxanda yarıya böləndə buradakı verir. Bunda bura olacaq 20 dərəcə. BCD-də bax, burada 70'dir. 70 20'dirsə, daha doğrusu BCD 70'dir. Onda bura 110'dur. 110, 20, 130 bura qalır 50 dərəcə. Bizdən də ABC'ni soruşurdu. O da oldu 50 dərəcə. Asan imiş. 22-ci sual. Oturacağı BC olan bərabər yanlı üçbucaqda ABD 130'dur. MDC'ni tap. MDC bərabər yanlıdırsa, uşaqlar, bura 50'dir. Bərabər yanlıdırsa, burada 50'dir. 50-50 100'dürsə, bir xarici bucaqda ona qonşu olmayan iki daxili bucağın cəmidir. Orada olur 100. 23. ABC'de kvadrat müstəvisinin uzunluğu 8 cm olan CH hündürlüyü çəkilib. BD 3 kök 2'dir. Bu kvadratdırsa, bura 3'dür, bura 3'dür. DH-ı tapmaq lazım. Uşaqlar, bura 90 dərəcədə. 8'in kvadratı plus 3'in kvadratı. Burada bir x deyərəm. X kvadrat bərabərdir 64 plus 9. X kvadrat bərabərdir 73. X də bərabərdir kök altında 73 oldu DH. 24. Funksiyalarının təpə nöqtəsinin koordinatlarını və təpə nöqtələrini yerləşdiyi rüvləri tap. Bunun birincisi təpə nöqtəsi M ilə tapacaq uşaqlar. M bərabərdir mənfi B böl 2A. Mənfi B'si 8'dir. A'sı da mənfi 4'dür. Olur mənfi 8. Oldu müsbət 1. N'in tapaq. 4 vurulsun. A'sı mənfi 4'dür. C'si 7'dir. Çıx B'si 8'dir. Kvadratı 64. Böl mənfi 8. Mənfi 16 7'yə vuranda. 7 10 60. 7 10 70. 7 60 40. 102 edir. 102'dən də 64 çıxanda 102'dən 64 çıxanda neçə qalır? %38 qalır. Hə, uşaqlar, fikir verin, ikisi də mənfi deyə. Mənfi 102. Şifahi nə edir ki, yazaq da. 16'nı 7'yə vuranda mənfi 102. Üstə çıx 64. Nəsə uşaqlar, rəqəm eybəcərdir. Dən baxaq. M-i düz tapmışıq. Mənfi B'si 8'dir. Bölünsün mənfi 2 mislin 8. Düzdür. M 1'dir. N'ə baxaq. 4 vurulsun. A'sı mənfi 4'dür. C'si 7'dir. Çıxılsın B'si 64'dür. Bəli. Bölünsün 4'a, yəni mənfi 16. Bərabərdir. Yuxarıda olacaq 4'ü mənfi 4'ə, mənfi 16 eləyir. Mənfi 16'nı da 7'yə, mənfi 112 eləyir uşaqlar. Çıx 64. Böl mənfi 16. Onda yuxarıda qalacaq mənfi 176 böl mənfi 16. Bu da uşaqlar, mənfilər gedər. 1, 1, 11 düşür. Deməli, birincinin təpə nöqtəsi 1, 11'dir. Bu da uşaqlar 1, 11, birinci rübdür. Birincini tapdıq, təpə nöqtəsində tapdıq. Yerləşdiyi rübdə birinci rübdür. Birinci rüb. Bu birinci üçündür. İkinciyə baxaq. Mənfi B böl M bərabərdir. Mənfi B böl 2A. Bərabərdir. Mənfi B'si mənfi 8'dir. A'sı da mənfi 4'dür. Mənfilər getsə də 8'i 4'ə böləndə mənfi 2 edir. Çünki qarşıda mənfi 2 var. Deməli, M oldu mənfi 2. N'ə baxaq.
4AC çıx B kvadrat böl 4A. 4 vurulsun A'sı mənfi 2'dir. C'si 5'dir. Çıx B'si mənfi 8'dir. Kvadratı 64'dür. Deməli uşaqlar, 4AC çıx B kvadrat 4 vurulsun A'sı mənfi 2'dir. C'si 5'dir. 4'ü mənfi 2'yə vuranda mənfi 8 eləyir. 5'ə vuranda mənfi 40 eləyir. Mənfi 40, mənfi 64 eləyir. Mənfi 104. Aşağıda da mənfi 4A. 4'ə mənfi 2'yə vuranda mənfi 8. Yuxarıda olur mənfi 104. Aşağıda da olur mənfi 8. Ümid edirəm hesab səhv eləmədik. Dənə baxaq bir də. Biraz tələsdik uşaqlar. 4 vurulsun A'sı mənfi 2'dir. C'si 5'dir. Mənfi 40 doğrudur. Çıx mənfi 64 doğrudur. 4'ü mənfi 2'yə vuranda mənfi 8 eləyir. Mənfi 8 5'ə vuranda mənfi 40. Mənfi 40 mənfi 60 eləyir. Mənfi 104. Uşaqlar burada mənfilər gedər. 104'ün içində bir dəfə 24'ün də içində 13 düşür. Deməli ikincinin də koordinatı oldu mənfi 2 ilə 13. Mənfi 12 3'də uşaqlar koordinat sistemində x-i mənfi bura ikinci rübə düşür. Deməli birincidə 1 11 birinci rübdür, ikincidə də mənfi 2 13 ikinci rübdür. Vəssalam. 25. Məktəbin ABC siniflərində oxuyan şagirdlərin sayı diaqramda verilib. A sinifində oxuyur 10 dənə oğlan, 6 dənə qız. B sinifində oxuyur 8 dənə oğlan, 2 dənə qız. C sinifində oxuyur 4 dənə oğlan, 10 dənə qız. Hər sinifdə oxuyan oğlanların bütün şagirdlərin nəzərən faiz nisbəti uyğun olaraq MNK olarsa, M vur N böl K'da. İndi bütün uşaqlar A sinifindəki oğlanların sayı 10'dur. Bütün sinif 16 burada, 10 burada, 26, 14 da burada, 30, 40 dənədir. Onu 40'a bölüb 100'ə vuraram faiz nisbətinə görə. 100'ü də 4'ə böləndə 25. Deməli M oldu 25. İndi keçdik ikinciyə. İkinci sinifdə oxuyan oğlanlar, yəni 8 dənədir. Bütün uşaqlar da 40 dənədir. Vuraram 100'ə. 5 gedər, 100 də 5'ə böləndə 20. Deməli N də 20'dir. Sonra bir də K'ya baxaq. K'da uşaqlar 3-cü sinifdə oxuyan oğlanların, yəni C sinifində oxuyanlar 4 dənə oğlandı. Bütün siniflərdə 40'dır, vur 100. Bundan bir gedər 10 qalar. 100'ü də ona böləndə elədi 10. K da oldu 10. İndi bizə deyir ki, bunların hasilini tap. 20 vur 25 böl 10'u tap. Bundan bu gedər 2'də 25'ə vurdum 50. Deməli cavab oldu 50. Vəssalam uşaqlar, bütün sualların izahını verdik. Bu və bundan öncəki PDF-ləri əldə etmək istəyirsinizsə, rəydəki linklərdən qoşula bilərsiniz və ya yuxarıda göstərilən nömrəyə yaza bilərsiniz. Bu qədər uşaqlar, sağ olun, hər birinizə uğurlar.